Şirkətimizdə biznes imkanları ilə bir il ərzində 27.000 manat necə qazanmaq olar? Onu izah edirəm, yaxın əyləşin. Oriflame şirkətində biznes plan üzrə çalışaraq il ərzində 27.030 manat və üzəri məbləği necə qazana bilərik, onu sizə izah eləyəcəm. Əsas məqsədimiz burada əlbəttə ki, bu səhifədir, biznes planımız və qazanclarımızdır. Hansı ki, özüm artıq bu mükafatların hər birini əldə etmişəm. Direktor, baş direktor və qızıl direktor. İndi sizə izah edəcəm bir il ərzində bunu necə qazana bilərsiniz. Gəlin ən başdan başlayaq. Qısa-qısa ən birinci hər kəsin qazana biləcəyi, həm müştərilərin, həm satış etmək istəyənlərin, həm də biznes üçün gələnlərin əldə edə biləcəyi bu xırda fürsətlərdən danışaq, sonra isə keçid eləyək əsas məqsədimiz biznes planımıza. Gəldiniz, qeydiyyatdan keçdiniz. Təbii ki, qeydiyyatınızı biz eləyirik, çünki özünüz qeydiyyatdan keçəndə bu imkanların heç birindən yararlana bilmirsiniz. Bizim vasitəmizlə mütləq qeydiyyatdan keçməlisiniz. Sadəcə proqramı istifadə edərək siz kataloq ərzində 61 ürək toplaya bilirsiniz. Bu sadəcə proqramı istifadə etdiyinizə görədir və bunu 2 kataloq topladıqda özünüz üçün kiçikdən hədiyyələr götürə bilirsiniz. Bu sizə əlavə motivasiyadır. Əsas qazanclar başlayır artıq siz dəvətlər gətirməyə başladıqda ki, dəvətləri necə etmək lazımdır biz sizə öyrədirik. Və ürək qazandıran məhsullar sifariş etdikdə və şəxsi sifarişlərinizi yerləşdirdikdə siz daha çox ürəklər qazana bilirsiniz. 100, 200 ürək qazana bilirsiniz hər kataloq ərzində. 200 ürək dəvətlərinizə görə, 100 ürək isə şəxsi sifarişinizə görə. İndi gələk şəxsi sifarişlərimizdə biz nələr yerləşdirə bilərik? Hansı ki, hər kəsin evində istifadə olunan və gündəlik tələbat olan məhsullardır. Diş pastası 7 manat, diş şotkası 4 manat. Qiymətlər təqribidir. Daha aşağı qiymətlərə əldə edəcəksiniz əlbəttə ki. Antiperspirant xanımlar üçün, antiperspirant bəylər üçün şampun ortalama seriyamızdan götürülüb. Ətir xanım üçün, ətir bəy üçün. Bu arada daha münasib qiymətə ətirlərimiz var. Əl kremi, duş geli və 2 ədəd sabun. Yəni bu ortalama 2-3 nəfərlik bir ailənin 21 günlük tələbatı olan məhsullardır. Toplam bunların kataloq qiyməti 100 manatdır. Niyə kataloq qiyməti? Çünki siz artıq şirkətə üzv olduğunuza görə ilk sifarişinizdə həm 15% endirim, həm də 15% cashback əldə edəcəksiniz. Beləliklə siz 100 manatlıq sifarişə 15% endirim, 15 manat buradan çıxıldı, 85 manat ödəyəcəksiniz, plus sizə 15 manat cashback qayıdacaq Oriflame pul kisənizə. Beləliklə 100 manatlıq sifariş sizə 70 manata başa gəlmiş olacaq və siz həm də 100 ürək qazanacaqsınız. Burada sizin qazancınız 100 ürək, keyfiyyətli və sağlam məhsul istifadəsi, hansı ki sağlamlığın və keyfiyyətin qiyməti olmur və 30 manat da sizin qazancınız. Və əlavə olaraq isə siz hər dəvətin sifarişlərindən 10% cashback, plus proqramından 10% cashback və ürəklər qazanırsınız. Hər dəvətin sifarişinə görə 100 və 200 ürək. Əsas qazancımız isə bizim biznes planımızdır və keçid eləyirik buranın sizə izahına. Hansı ki, ən tezi 6 və ya 9%də sizi keçirdirik artıq biznes partnyora. Əgər siz burada biznesinizi qurmağa gəlmisinizsə. 3%də də keçə bilərsiniz. 3%də sizin 21 günlük qazancınız 35 manat olur. Bunlardan əlavədir bu. Bunlar əlavə sizin motivasiya qaynağınızdır. Bu isə biznes planından qazanacaqlarınızdır. Və 6%də 80 manat 21 günlük qazancınız və pluslar ona görə qoymuşam ki, daha yüksəyini qazana bilərsiniz. 9%də 120 manat və üzəri. 12%də 200 manat sizin 21 günlük artan qazancınızdır. Niyə artan? Çünki komandanız böyüdükcə qazancınız da artır. Plus 180 manat mükafatıdır 12% menecer pilləsinin. 15% menecer pilləsinin qazancı 300 manat, mükafatı 360 manat. 18%-in 21 günlük qazancı 450 manat, mükafatı 540 manat. 23% baş menecerin 21 günlük qazancı 700 manat və üzəri və mükafatı 1700 manat. Çünki baş menecerliyinizi qoruyub saxladıqda artıq direktorluq təsdiqləyirsiniz və direktorluq təsdiqlədiyinizə görə 1000 dollar, yəni 1700 manat mükafat götürürsünüz. Beləliklə 18%-ə qədər toplam 1080 AZN mükafat, 23%-də isə 1700 AZN mükafat və 21 gündən bir aldığınız, burada gördüyünüz artan qazanclarınız. İndi gəlin baxaq bu məbləğləri, bu mükafatları və il ərzində 27.030 manatı necə qazana bilirik? Bu sizsiz gəldiniz, artıq sizə iş öyrədildi, səhifələrin idarə edilməsi, dəvətlər etmək, komanda qurmaq, müsahibələr keçmək, hər biri sizə öyrədildi və siz başladınız işləməyə. Bir dəvət gətirmisiniz, birini də gətirmisiniz, birini də biz sizə yazmışıq. Yenə birini gətirmisiniz, yenə birini gətirmisiniz. Tutalım ki, burada gələn dəvətlərdən bu biznes üçün gəlməyib, özü üçün məhsul alır, bu da özü üçün məhsul alır. Bunlara biznes maraqlı deyil. İstənilən halda onların sifarişlərindən siz 10% cashback əldə edirsiniz və plus 10% əlavə plus proqramından qazanırsınız. Və
Bu ikinci gələn də biznes üçün gəlməyib, üçüncü gələn də biznes üçün gəlməyib. Bunlar sadəcə özlərinə alış-veriş edirlər. Amma bu dördüncü gəldi biznes üçün. Bu özünə biznes qurmağa, qazanc əldə etməyə gəlib. Bu da başlayır dəvətlərini gətirməyə. Birini gətirdi, birini də bura gətirdi, birini yenə biz yazdıq, yenə birini biz yazdıq. Bu yenə ikinci qoluna birini də gətirdi, birini də gətirdi və beləcə zəncirvari şəkildə bu sistem davam edir və biznes üçün gələn, çalışan hər kəs qazanır. Sizin bu əməkdaşınız, bu qolunuz ümumilikdə gəldi 23% baş menecer oldu. Nə baş verir? Bunlar yox, amma dəvətlər gətirən iki qol üzərində çalışan bu lideriniz bütün buradakı imkanların hər birini qazandı. Necə ki siz qazanmışdınız, o da qazanır. Və burada da birincisi biznes üçün gəlməmişdi, amma ikinci biznes üçün gəlir. Siz də ona bir dəvət verdiniz, birini gətirdi, birini o gətirdi, birini siz verdiniz, birini bu gətirdi, birini də bu gətirdi. Belə-belə burada inkişaf elədi. Bu da oldu 23% baş menecer. Və hər iki qolunuz direktor oldu. Buradakı imkanların hər birini qazandı və siz 2 rütbə birdən açmış olursunuz. Baş və qızıl direktor. Beləliklə, baş direktor üçün 1500, qızıl direktor üçün isə 2000 dollar mükafat qazanırsınız. 21 gündən bir artan qazancınız isə 1500 manatdır. 3500 dollar toplam mükafatın manatla 5950 azin olur və indi gəlin hesablayaq. Siz burada 21 gündən bir artan qazanclar əldə edirdiniz. 1080 manat menecer mükafatları, 1700 manat direktor mükafatı. Toplayırıq bunları və 5950 manat baş və qızıl direktor mükafatınız, 8730 manat sizin 3 rütbəyə görə əldə etdiyiniz mükafatınızdır. Və bu rütbələri təsdiq edənə qədər 8 kataloqunuz keçdi qızıl direktor kimi. Hər kataloq 1500 manat qazandınız. 8 dəfə 1500 üstünə gəlirik. 9 kataloq siz baş menecer 18% və sair dərəcələrdə oldunuz və ortalama 700 manat 21 gündən bir qazandınız. Bunu da gəlirik bunun üstünə. 18300 manat elədi sizin 21 gündən bir əldə etdiyiniz qazanclar. Və mükafatlarınızın üstünə 21 günlük qazanclarınızı gəlirik. Toplam sizin mükafatlarınızla bərabər 21 günlük qazanclarınız il ərzində 27030 manat olur. Hansı ki, bu nəticəni mən 1 il ərzində göstərmişəm. 1 ilə də mümkündür, il yarımada mümkündür, 2 ilə də mümkündür. Baxır siz verdiyimiz plana nə dərəcədə əməl eləyəcəksiniz, gün ərzində neçə saat vaxt ayıracaqsınız, nə qədər ciddi yanaşacaqsınız. Siz bu işə ciddi yanaşanda şirkət də sizə ciddi pullar qazandırır.